Salam dostlar, kanalımızda xoş gördük hər birinizi. Bugün də yeni bir dərs videomuzla qarşınızdayıq. Dostlar, faiz nisbət tənasüb mövzusunun 3-cü hissəsinin izahına baxırıq. Gəlin başlayaq. Dostlar, birinci sualda nə deyir? Deyir ki, şəhərin əhalisi bir il ərzində 80 min nəfərdən 86.400 nəfərə qədər artdı. Əhalinin illik artım faizini tapın. Dostlar, əvvəl deməli əhalinin sayı 80 min nəfər idi. Biz buna 100% deyirik. Əhali nə qədər artıbdır? 86.400-dən 80.000-ə çıxdıqda nəticədə 6.400 qalır. 6.400 bizim artımımız olduğu üçün bu artımın faizini axtarıram. Buna da deyirik x faiz. Bu o deməkdir ki, x bərabərdir 6.400-ü 100-ə vurub 80.000-ə bölməliyik. Dostlar, 80.000-də 4 dənə 0 var. Biz bunları yuxarıdakı 4 dənə 0-la aparsaq, nəticədə qalır yuxarıda 64, məxrəci 8, 64 də 8-ə böldükdə eləyir 8%. Bu o demək ki, şəhərin əhalisi bir il ərzində 8% artıbdır. Bu da olacaq D variantı. Növbəti baxıram dostlar, ikinci suala. İkinci sualda deyir ki, birinci ədəd ikinci ədədin 50%-ni təşkil edir. İkinci ədəd birinci ədədin neçə faizini təşkil edir? Dostlar, gəlin yazaq. Birinci ədəd, bir də ikinci ədədimiz var. Birinci ədəd ikinci ədədin 50%-idir. Ədədin 50%, yəni yarısı deməkdir. Birinci ədəd ikinci ədədin yarısıdır. Onda birinci ədədə x desəm, bu ikincinin yarısı olduğu üçün ikinci ədədim 2x qədərdir. Bizə deyir ki, ikinci ədəd birincinin neçə faizidir? İkinci birincinin neçə faizi deyə axtarsaq, bu zaman deməli x-da 2x-i vurmalıyıq 100-ə. Yəni, ikincinin birinciyə nisbətini 100-ə vurmalıyıq. Bu zaman x-lər ixtisar gedir, nəticədə alırıq 200%. Deməli, ikinci ədəd birinci ədədin 200%-ni təşkil edir. Bu da olacaq bizdə B variantı. Növbəti baxırıq dostlar, üçüncü suala. Üçüncü sualda deyir ki, 135 ton mis filizindən 27 ton mis alınır. Filizin tərkibində neçə faiz mis var? Dostlar, 135 ton bizim qarışıq olduğu üçün biz buna 100% kimi baxırıq. Ümumi kütləmizdə 100% deyirik. Tərkibindən alınan 27 ton misə isə deməli x faiz deyəcəyik. Bizdən deməli filizin tərkibində neçə faiz mis var bunu istəyir. Misin faizini. Bu zaman x axtarsam 27-ni vurmalıyam 100-ə, bölməliyəm 135-ə. Dostlar, 27 ilə 135 ixtisar getdikdə 135 27 tam bölünür 5 dəfə düşəcək. 100-ü də 5-ə böldükdə nəticədə 20% qiymət alırıq. Bu o demək ki, 135 ton qarışığın içində 27 ton olan mis deməli 20% təşkil edirmiş. Bu da Y variantıdır. Növbəti baxıram 4-cü suala. Dostlar, 4-cü sualda deyir ki, mağazadakı almanın 39 kiloqramı satılandan sonra deyir ki, mağazada əvvəlki miqdarın 35%-i qədər alma qaldı. Mağazada neçə kiloqram alma qalıbdır? Dostlar, ümumi deməli bizim faizimiz 100%-dir. 100%-in 35%-i qalırsa, deməli 100-dən biz 35-i çıxsaq, bu bərabərdir deməli 65%. 65% satılan hissədir. Deməli 65%-i satılıb. Biz də bilirik ki, satılan kütlə 39 kiloqramdır. Onda bu o demək ki, bizim 39 kiloqram kütləmiz 65% təşkil edir. Mağazada neçə kiloqram alma qalıb deyə soruşur. Qalan bilir ki, 35%-dir. 35%-ə də yazırıq x kiloqram. Buradan x-i tapsam, 39-u 35-ə vurub, deməli 65-ə bölməliyik. 65 ilə 35 5-i ixtisar gedir. Məxrəcdə 13, surətdə deməli 7 qalacaq. 39 ilə də 13 ixtisar getsə, bu zaman 3 qalır. 3 7-nin də bərabərdir 21 kiloqram. Bu o demək ki, mağazada 21 kiloqram deməli meyvə qalıbdır. Növbəti baxırıq dostlar 4-cü suala. 4-cü sualda deyir ki, meyvə qurudulduqda öz çəkisinin 80%-ni itirir. Və bizə deyir ki, dostlar, 64 kiloqram quru meyvə almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? Dostlar, biz bilirik ki, meyvə qurudularkən çəkisinin 80%-ni itirir. 80%-ni itirirsə, deməli 100-dən 80-i çıxanda 20%-i qalır. Biz x kiloqram təzə meyvə götürsək, bunun 20%-i deməli qurudulmuş meyvənin kütləsidir. Onda x kiloqram meyvənin 20%-i qurudulmuş kütlədir.
Yəni x kiloqram meyvə götürsək, bunun 20% qədər qurudulmuş meyvə alırıq. Bu da bərabərdir bizdə 64 kiloqrama. Bu zaman x-i tapsam, 64-ü 100-ə vurub, deməli 20-yə bölməliyəm. Nəticədə dostlar, 20 ilə 100 ixtisar gedəndə 5 qalır. 64 də 5-ə vurduqda alırıq 320 kiloqram. Bu o demək ki, 320 kiloqramdan 64 kiloqram quru meyvə alınır. Cavabımız olacaq bizim C variantı. Növbəti baxırıq dostlar 6-cı suala. Deyir ki, turist A məntəqəsindən B məntəqəsinə yola düşdü. O 24 kilometr gedəndən sonra 20% qaldı. Yolun 20% qaldı. A və B məntəqələri arasında məsafəni tapın. Dostlar, tutaq ki, bu bizim AB yolumuzdur. Gəlin qeyd eləyək, AB yolumuz. AB yolunun uzunluğu nə qədərdir bilmirik. Biz bilirik ki, toplam yolun uzunluğu 100% təşkil eləyir. Deyir ki, yolun deməli 24 kilometrini gedibdir. Baxın, 24 kilometri gedilib. Bundan sonra yolun 20%-i qalır. Dostlar, 20%-i qalırsa, yol toplam 100%-dən ibarətdir. 100%-dən qalan hissəni çıxdıqda, yəni 20%-ni çıxdıqda, bu zaman yolun 80%-i gedilmiş olur. Yəni, bu o deməkdir ki, yolun 80%-i bizdə 24 kilometrə bərabərdir. Bizə deyir ki, A və B məntəqələri arasındakı məsafəni tapın. Biz bilirik ki, məsafə 100%-dir. Onda bu da olacaq bizdə x kilometr. Buradan x-i tapsam 100-ü 24-ə vurub 80-ə bölməliyəm. Nəticədə dostlar, bu zaman 0-ın biri gedəcək. 8 ilə də 24 gedəndə 3 qalır. 10 da 3-ə vuranda alırıq 30 kilometr. Yəni, bütün yolumuz 30 kilometrdən ibarət imiş. Növbətə baxırıq dostlar 7-ci suala. 7-ci sualda da oxşar sual verilib. Deyir ki, turist A məntəqəsindən B məntəqəsinə yola düşdü. Baxın, bir dənə AB yolu çəkək. A məntəqəsindən B məntəqəsinə yola düşdü. Deyir ki, o 16 kilometr gedəndən sonra yolun 20%-i qaldı. Dostlar, deməli 16 kilometr yol gedib, 16 kilometr. Bundan sonra yolun deməli 20%-i qalıbdır. Biz bilirik ki, yolun tamamı 100%-dir. 20%-i qalıbsa, bu zaman gedilən hissə 100-dən 20 çıxanda 80% eləyir. Bu da o demək ki, bizim 80% yolumuz 16 kilometrə bərabərdir. Bizə deyir ki, A və B məntəqələri arasındakı məsafəni tapın. A və B məntəqələri arasındakı məsafə 100%-dir. Bu da olacaq bizdə x kilometr. Buradan x-i tapsam 100-ü 16-ya vurub 80-ə bölürük. Dostlar, 80-lə 16 ixtisar gedəndə 5 qalır. 100 də 5-ə böləndə nəticədə 20 kilometr alırıq. Deməli, bütün yolumuz 20 kilometrdən ibarətdir. Növbəti baxıram 8-ci suala. Dostlar, 8-ci sualda deyir ki, mağazada 546 kiloqram alma və 154 kiloqram digər meyvələr var. Alma bütün meyvələrin neçə faizini təşkil edir? Dostlar, bütün meyvələrin neçə faizini təşkil edildiyini soruşursa, biz bütün meyvələrin kütləsini toplayıb bunlara 100% deyəcəyik. İçərisində almaya isə x% deyəcəyik. Onda bütün meyvələrin kütləsini tapmaq üçün almanın kütləsi ilə digər meyvələrin kütləsi cəmini hesablayıram. Bu toplam bizə 700 kiloqram verir. 700 kiloqram deməli bütün meyvələrin kütləsidir. Və bütün meyvələrin kütləsi bizdə ümumi kütlə olduğu üçün 100% sayılır. Deməli 100%-dir. Deyir, alma bütün meyvənin neçə faizidir? Alma da 546 kiloqramdır. Buna da x% deyəcəyik. Buradan x bərabərdir 546-nı 100-ə vurub, deməli 700-ə bölməliyəm. Bu zaman sıfırlarım gedir, 546-nı 7-yə bölsək, 54 7-yə 7 dəfə düşür, 5 qalır, 56 da 8 dəfə düşür. Deməli 78%-ni təşkil edir. Bu da Y variantı. Növbəti baxıram 9-a. Dostlar, 9-da deyir ki, mağazaya 221 kiloqram alma və 884 kiloqram armud gətirilmişdi. Alma bütün meyvənin neçə faizini təşkil edir? Dostlar, almanın bütün meyvənin neçə faiz təşkil edildiyini istəyir. Bütün meyvənin kütləsini tapıb buna 100% deyəcəyik. Almaya isə x% deyəcəyik. Bütün meyvənin kütləsini tapmaq üçün almanın kütləsi ilə deməli armudun kütləsini toplayırıq. Bu da bərabərdir bizdə deməli 1 ilə 4 5, 2 8 10, 1 yadda 2, 8, 10, 1 də yadda 1105. Deməli, bütün meyvənin kütləsi bizdə 1105 kiloqramdır. Deyir ki, alma bütün meyvələrin neçə faizidir? Biz bütün meyvələrə 100% deyirik
və deməli alma bunun içərisində olsun x faiz. Alma da bilir ki 221 kiloqramdır. Bu da olacaq x faiz. Buradan x-i tapsam 221-i 100-ə vurub bölməliyik 1105-ə. Və dostlar 1105 221-dən 5 dəfə böyükdür. 100-ü də 5-ə böldükdə olacaq 20%. Deməli, alma bütün meyvənin 20%-ni təşkil edir. Növbəti baxıram dostlar 10-cu suala. 10-cu sualda deyir ki, 6 saata çəndəki yanacağın 15%-ni sərf edən mühərrik çəndəki bütün yanacağı neçə saata sərf edər? Dostlar, 6 saat ərzində yanacağın 15%-ni sərf edir. Biz bilir ki, bütün yanacaq 100%-dən ibarət olmalıdır. Onda 100%-imiz də deməli x saata sərf olunur. Bu zaman x-i tapsam 6-nı 100-ə vurub bölməliyəm 15-ə. Dostlar, bu 600 bölünsün 15 və nəticədə deməli alırıq 40. Deməli, bütün yanacağı 40 saata sərf edə bilərik. Bu da olacaq D variantı. Növbəti baxırıq 11-ə. Dostlar, 11-ci sualda deyir ki, 8 saata çəndəki yanacağın 40%-ni sərf edən mühərrik çəndəki bütün yanacağı neçə saata sərf edir? Dostlar, 8 saat ərzində yanacağın 40%-i sərf olunur, mühərrik sərf eləyir. Bütün yanacaq 100%-dir və 100%-i nə qədər vaxta sərf eləyər? X saata sərf eləyər. Buradan x-i tapsam, 8-i 100-ə vurub bölməliyəm 40-a. Bu da 40-da 800, bu da bərabərdir bizdə 20-yə. Deməli, 20 saata mühərrik bütün yanacağı sərf edə bilər. Bu da D variantı. Növbəti baxırıq dostlar 12-yə. Baxın, dairəvi diaqram verilib bizə. Deyir ki, diaqramda ölçüyə bir ilin fəsilləri ərzində gələn turistlərin sayı verilibdir. Turistlərin neçə faizi yayda gəlib? Gəlin baxaq. Deməli, qışda 1650-dir, yazda 875, yayda 1800, payızda da 675. Bunların hamısını toplasaq, toplam 100% olacaq. Bilirik ki, ümumi sayı həmişə bizə 100% verir. Bizə deyir ki, yayda neçə faizi gəlib? Yayda olan sayı 1800-dür, buna da x faiz deyəcəyik. Onda bütün turistlərin sayını tapsaq, bu zaman deməli 1800, üstə gəlinsin 1650, üstə gəlinsin 875, bir də 675-i toplayırıq, bərabərdir. Dostlar, 1800 ilə 1650-nin cəmi bizə 3450, üstə gəlinsin 875 ilə də 675-i topladıqda, bu da bizə deməli 1550 qiyməti verəcək. Və dostlar, bu ədədləri də toplasaq, bu da bərabərdir 3450 ilə 1550-nin cəmi də toplamda bizə deməli 5000 qiyməti verir. Bu da bərabərdir 5000-ə. Bu o deməkdir ki, il ərzində ölkəyə 5000 turist gəlibdir. 5000 turistdə biz ümumi say olduğu üçün 100% deyirik. Bizə deyir ki, turistlərin deməli neçə faizi yayda gəlib. Yayda deməli 1800 nəfərdir. Buna da deyəcək x faiz. Buradan dostlar x-i tapsam, 1800-ü vururam 100-ə, bölürəm 5000-ə. Nəticədə dostlar, sıfırların deməli 3 ixtisar gedir. İkisi buradan, biri də buradan. Hətta 10-la da 5 ixtisar getsə 2 qalacaq. 18 də 2-yə vuranda nəticədə alırıq 36%. Yəni, bütün turistlərin 36%-i yayda gəlibdir. Növbəti baxıram 13-cü suala. Dostlar, 13-cü sualda deyir ki, iclasda 200 nəfər iştirak edirdi. Təklif olunan qərarın lehinə 151 nəfər səs verdi. İclasdakı adamların neçə faizi qərarın lehinə səs vermişdi? Dostlar, 200 nəfər ümumi say olduğu üçün 200 nəfərə 100% deyəcəyik. Qərarın lehinə səs verənlər 151 nəfərdir. Məndən də bunların faizini istəyir. Buna da x faiz deyirik. Buradan x-i tapsam, 151-i 100-ə vurub nəticədə 200-ə bölməliyik. Buradan 200 ilə 100 ixtisar gedəndə 2 qalır. 151-i 2-yə böləndə nəticədə 75,5 alıram. Deməli, 75,5% qərarın lehinə səs verənlərdir. Bu da A variantıdır. Növbəti baxırıq 14-ə. Dostlar, 14-də deyir ki, müəssisə il ərzində 10.800 məmulat buraxıb planı 35% artıqlaması ilə yerinə yetirdi. Müəssisənin plan tapşırığı nə qədər idi? Dostlar, 10.800 bizim 35% artıqlaması ilə deməli planımızdır. 35% artıqlaması deyəndə normalda plan 100% olmalıdır. 35% artıq deyəndə plan deməli 135% ilə yerinə yetirilib.
Deməli 135 faizimiz bizim 10.800-dür. Bizdən plandakı tapşırığı istəyirsə, yəni 100 faizlik qiyməti istəyir. Onda 100 faizi də yazırıq x ədəd məmulat. Buradan x-i tapsam 10.800-ü vurmalıyam 100-ə və bölürük deməli 135-ə. Bu zaman dostlar 135 ilə deməli 100 ixtisar getsə, 5 ixtisar gedəndə nəticədə qalacaq 27. Yuxarıda da qalır 20 qiyməti və dostlar 10.800-ü də 27-yə bölsək, 108 27-yə düşür 4 dəfə, burada da 400 qalır. 400 də 20-yə vurduqda nəticədə 8000 qiymət alırıq. Deməli planımız bizim 8000-ə bərabər imiş. Növbəti baxırıq 15-ci suala. Dostlar 15-ci sualda deyir ki, 15-ci sual deyir şagirdin tapşırığı ustanın tapşırığının 5/4 hissəsini təşkil edir. Deyir ki, ustanın tapşırığı şagirdin tapşırığından neçə faiz çoxdur? Gəlin yazaq. Deməli, şagirdin tapşırığı var. Bir də ustanın tapşırığı var. Deməli, şagirdin tapşırığı ustanın tapşırığının 5/4-üdür. Ustanın tapşırığı x olarsa, şagirddə deməli 5/4 x qədərdir. Deyir, ustanın tapşırığı şagirdin tapşırığından neçə faiz çoxdur? Şagirdin tapşırığına nəzərən. Bu zaman şagirdin tapşırığına 5/4 x-a mən 100 faiz deyirəm. Nəyə nəzərən götürürüksə ona 100 faiz deyirik. Ustanın tapşırığına isə deməli x faiz deyirik. X faiz yox, x varımız deyə hərfi başqa cür yazaq. Yazaq buna a faiz. Bu zaman a-nı tapdıqda x-i 100-ə vurub bölməliyik deməli 5/4 x-a. Bu zaman x-lər ixtisar gedir. Deməli 100-ü 5/4-ə bölmək tərsinə 4/5-ə vurmaq deməkdir. Buradan 100 ilə 4 ixtisar getsə 25, 25 də 5-ə vuranda 125 faiz alırıq. Dostlar, biz şagirdin tapşırığına 100 faiz demişdik. Usta deməli 125 faiz oldu. Bu zaman ustanın tapşırığı şagirdin tapşırığından 25 faiz çox oldu. Deməli dostlar, şagirdin tapşırığı. Biz şagirdin tapşırığına nəzərən götürdükdə, deməli ustanın tapşırığı şagirdin tapşırığından 25 faiz çoxaldıq. Və dostlar, variantda 25 yoxdur, sadəcə burada variantlarda səhv gedibdir. Yəni 25 faiz doğru cavabdır. Burada cavabımız 25 faiz olmalıdır. Ustanın tapşırığı şagirdin tapşırığından 25 faiz çoxdur. Bu artıq bizim problemimiz deyil. Növbəti baxırıq dostlar 16-cı suala. 16-cı sualda deyir ki, dairənin radiusunu 40% azaltdıqda sahəsi neçə faiz azalar? Dostlar, biz bilirik ki, dairədən söhbət gedirsə, radius dedikdə bir dənə xatırlatma eləyək. Radius dairənin mərkəzindən onun hər hansısa bir kənar nöqtəsinə qədər olan məsafədir. Biz deməli, dairənin radiusu r olanda, bu zaman onun sahəsi bizdə pi r-in kvadratı düsturu ilə hesablanır. Bu düsturdan hesablamalıyıq. Radiusu 40% azaltdıqda. Dostlar, radius r idi. Biz bunu 40% azaltsaq, deməli sürətdə 100-dən 40-ını çıxmalıyıq. Azaltmaq deyəndə 100 minus götürürük, artırmaq deyəndə sürətdə 100 plus götürürük. Azaltmaq dediyi üçün sürətdə 100 minus 40 götürürəm. Bu da bərabərdir. R vurulsun %60. Bu da bərabərdir 0,16 r-ə. Yəni, artıq yeni dairənin radiusu 0,16 r qədərdir. Bu zaman sahəsi olur pi vurulsun 0,16 r-in kvadratı. Dostlar, 0,16-nın kvadratı eləyəcək bizdə deməli 0,36 pi r-in kvadratı verəcək. Bununla sahəni hesablasaq sizə bu qiyməti verəcək. Normalda sahə pi r kvadratı idi. Biz buna normal qiymət, ilkin qiymət olduğu üçün 100% deyirik. İndi aldığımız sahə 0,36 pi r-in kvadratıdır. Buna da x faiz deyirik. Buradan x-i tapsam 0,36 pi r-in kvadratına vururam 100-ə. Bölürəm deməli pi r-in kvadratına. Bu zaman pi r kvadratları ixtisar gedəcək. Nəticədə %36-nı 100-ə vuranda 36% almış oluruq. Dostlar, əgər pi r kvadrat olsaydı sahə 100% olacaq idi. Biz deməli radiusu azaldanda deməli sahə 36%-ə düşdü. Nə qədər azalıbdı? Buradan alırıq ki 64% azalıbdı. Bizə deyir ki sahəsi neçə faiz azalar? 64% azalar. Deməli cavabımız C variantıdır. Növbəti baxıram 17-yə. Dostlar, 17-ci sualda da dairənin radiusunu 30% artırsaq,
sahəsi neçə faiz artar? Dostlar, yenə oxşar qaydada həll eləyəcəyik. Əgər radius r-dirsə, bu zaman sahə pi r-in kvadratı bu qayda ilə hesablanır. Bizə deyir ki, radiusu 30% artıraq. Yəni, r vurulsun 100 üstə gəlinsin 30. Yəni, yeni radiusumuz bu cür olacaq. Bu da r vurulsun 130 deməkdir. Buradan 0-ın biri gedir, alıram 1,3 r. Yeni radiusumuz 1,3 r-ə bərabərdir. Bizə deyir ki, bu zaman sahəni axtarsam, pi vurulsun 1,3 radiusun kvadratını götürməliyəm. Deməli, pi vurulsun 1,3 radiusun kvadratı. Bu da bərabərdir 1,69 pi r-in kvadratına. İndi dostlar, deməli, pi r-in kvadratı normal qiymət olduğu üçün biz buna 100% deyirik. Bizim artımla olan sahəmiz 1,69 pi r-in kvadratıdır. Buna da deyəcəyik x%. Buradan x-i tapsam, 1,69 pi r kvadratını 100-ə vurub bölməliyəm pi r-in kvadratına. Pi r kvadratlar gedir. Nəticədə 1,69-u 100-ə vuranda 169% alırıq. Əvvəlki faizimiz 100 idi. İndiki faizimiz 169-dur. Nə qədər artım var? 69% artım var. Bu da olacaq Y variantı. Növbətə keçirik dostlar. Deməli, 18-ə deyir ki, düzbucaqlının uzunluğunu 30% azaldıb, enini 30% artırdıqda sahəsi neçə faiz azalar? Gəlin baxaq. Dostlar, söhbət düzbucaqdan gedir. Gəlin bir dənə düzbucaqlı çəkək. Bu kvadrat oldu. Sorry. Heç nə olmaz. Bir də çəkək. Tutaq ki, baxın, belə bir düzbucaqlımız var. Tərəfi AB şəklində olan belə bir düzbucaqlı var. Bilir ki, düzbucaqlının qarşı tərəfləri cüt-cüt bərabərdir və sahəsi S bərabərdir. Deməli, A vurulsun B şəklindədir. Bizə deyir ki, düzbucaqlının uzunluğunu, yəni ölçülərindən birini 30% azaldıb, enini deməli 30% artırsaq, bu zaman sahə neçə faiz dəyişər? Onda dostlar, S bərabərdir. Buna S ştirik yazıram. Bərabərdir. Ölçünün birini 30% azaldırıq. Yəni 100-də 100 minus 30-a vururam. Digər ölçünü isə, B ölçüsünü isə 30% artırıram. Bu da 100-də 100 üstə gəlsin 30-a vurmaq deməkdir. Bu da bərabərdir. Deməli, A vurulsun 100-də, 100-dən 30-un çıxanda 70, B vurulsun 100-də, 100-ün üzərinə 30 gələndə 130 eləyir. Buradan 2 sıfırımız gedir. Nəticədə alırıq ki, deməli, eşitdirik bərabərdir. A vurulsun, B vurulsun. Deməli, 100-də 7-ni 13-ə vuranda 91 alırıq. Bu da bərabərdir bizdə 0,91 AB şəklində. Dostlar, əvvəlki sahəmiz AB idi. Əvvəlki sahəyə AB mən 100% deyirəm. İndiki sahəmiz 0,91 AB idi. Bu sahəyə isə x% deyirəm. Buradan x-i tapsam, %91 AB-ni, əslində artıq cavab görünür, vurulsun 100, bölünsün AB-yə bölürəm. Bu zaman AB-lər gedəcək. %91-i 100-ə vurduqda bizə 91% verəcək. Dostlar, əvvəl sahə 100% idi. İndi yeni sahəmiz 91%-dir. Bu nə deməkdir? 100-dən 91-ə düşübsə, bu azalıb. Nə qədər azalıb? 9% deməli azalıb. Bu da olacaq bizdə B variantı. Növbəti baxırıq dostlar 19-cu suala. 19-cu sualda da oxşar sual verilib. Deyir ki, bizə düzbucaqlı verilir. Düzbucaqlının ölçülərini AB yazıram yenə. Deyir ki, düzbucaqlının uzunluğu 30%, enini isə 20% azaltdıqda sahəsi neçə faiz azalar? Dostlar, bayaqki sualdan fərqli olaraq burada hər iki ölçünü azaldırıq. Normalda düzbucaqlının sahəsi S bərabərdir A vurulsun B ilə tapılır. Ölçülərindən birini 30, digərini isə 20% azaldırıq. Dostlar, onda bu zaman eşitdirik bərabərdir yeni sahə. Deməli, ölçünün birini 30% azaldıram. Yəni, %100 minus 30-a vururam. Bunu birbaşa %70-də deyə bilərsiniz. Digər ölçündə 20% azaldırıq. 100-də 100 çıxılsın 20-yə vururuq. Buradan da nəticədə A vurulsun B vurulsun 100-də 100-dən 30-un çıxanda qalır 70. Digərində də deməli 100-dən 20-sini çıxanda qalacaq %80-i. Buradan da sıfırların x ixtisar gedir. Nəticədə qalır eşitdirik bərabərdir. A vurulsun, B vurulsun 100-də deməli 7, 8-in 56.
Bunu da yaza bilərik. Eşitlik bərabərdir 0,56 vurulsun AB şəklində. İndi dostlar, gəlirik müqayisəyə. Əvvəl sahəmiz AB idi. Bu bizim üçün 100% idi. İndiki sahəmiz 0,56 deməli AB-dir. Bu da olacaq x%. Buradan x-i tapsam, 0,56 AB-ni 100-ə vurub AB-yə bölməliyəm. Təbii ki, AB-lər gedir. %56-nı 100-ə vuranda 56% alırıq. İndi müqayisə edirik. Əvvəl faiz 100 idi. İndi 56-dır. Deməli azalıb. Nə qədər azalıb? 100-dən 56-sını çıxsaq, deməli 44% azalıb. Bu da olacaq bizdə Y variantı. Növbəti baxırıq dostlar 20-ci suala. 20-ci sualda deyir ki, yeni biçilmiş otun nəmliyi 85%, quru otun nəmliyi isə 10% olarsa, 15 ton yeni biçilmiş otdan neçə ton quru ot alınar? Dostlar, birincisi 15 ton yeni biçilmiş otun bilirik ki 85%-i nəmlilik təşkil edir. Yəni 85%-i sudan ibarətdir. Gəlin 15 tonun içərisində suyun miqdarını axtaraq. Bu zaman 15 tonun dostlar 85%-i sudursa, mən içərisində suyu axtarsam 85-ə vurub 100-ə bölməliyəm. Bu da bərabərdir 12,75-ə. Deməli 15 ton ümumiyyətlə otun tərkibində, yeni biçilmiş otun tərkibində 12,75 ton nə var? Su var. Dostlar, mən bunu məhlul məsələsi kimi həll edəcəm. Məhlul məsələsində ümumi kütləni götürüb məxrəcə yazırdıq. Bizim üçün deməli lazım olan kütlə nədirsə, onu götürüb surətdə yazırdıq. Ümumi məxrəcdə olduğu üçün ümumiyə həmişə 100% deyirik. Buna görə məxrəcə 100% yazırıq və lazım olan kütlə nədirsə, ona da x% deyirdik. İndi dostlar, bizim ümumi kütləmiz deməli 15-dir. Bunun içərisində 12,75 deməli nə var? Su var. Deməli, biz burada suyun faizini axtaracağıq. Biz deməli, otu buxarlandırırıqsa, quruduruqsa, qurudanda tərkibindən müəyyən qədər su buxarlanır. Tutaq ki, tərkibindən A qədər su buxarlandı. Onda bunu minus A şəklində yazırıq. Yəni, suyun miqdarı 12,75 idisə, A qədəri buxarlandı. Təbii ki, ümumi kütlə də A qədər azalmış olacaq. Ümumi kütlə də 15 idisə A qədər azalır. 15 minus A olur. Və yenə ümumi kütlə bizim üçün 100% sayılır. Tərkibində su isə indi 10% təşkil edir. Baxın, bu ifadəni hesablamalıyıq. İndi bu tənlikdən ixtisar aparsaq, 100 ilə 10 ixtisar gedəndə məxrəcdə 10 surətdə 1 qalır. Çarpaz vurduqda nəticədə alırıq dostlar. 15 çıxılsın A bərabərdir 12,75 minus A-nı 10-a vuranda bizə 127,5 çıxılsın 10A verəcək. Buradan 10A mənfidir, sola keçəndə müsbət olur. 10A çıxılsın A və 127,5, 15 müsbətdir, sağa keçəndə olacaq -15. Buradan alıram ki, 9A-mız bərabərdir 127,5-dən 15-in çıxanda nəticədə 112,5 qalır. Buradan da dostlar A-nı tapsaq A bərabərdir 112,5-in deməli 9-a nisbəti. 11 9-a 1 dəfə 2 qalır, 22 9-a 2 dəfə 18 4 qalır və 45 də 9-a düşür 5 dəfə. Deməli, nə qədər su buxarlandırmalıyıq, yəni qurutmalıyıq 12,5. Bizdən nəyi soruşurdu? Deyirdi ki, 15 ton yeni biçilmiş otdan neçə ton quru ot alınar? Dostlar, biz bilirik ki, otun kütləsi bizdə nəm otun kütləsi 15 ton idi. Biz bunun 12,5-ni buxarlandırdıqsa, bu zaman quru otun kütləsi 15-dən 12,5-i çıxdıqda nəticədə 2,5 ton qalır. Yəni, bu qədər deməli quru ot almış oluruq. Bu da olacaq bizdə deməli Y variantı. Növbəti baxırıq dostlar 21-ci suala. 21-ci sualda deyir ki, nəmliliyi deməli 20% olan 120 ton ağac qurudulduqdan sonra kütləsi 100 ton oldu. Qurudulmuş ağacın nəmliyi neçə faizdir? Dostlar, nəmliyi 20% deyirsə, 120 ton, dostlar, nəmliyi 20% isə gəlin içərisinə nəmliyi axtaraq. Deməli, bunun içərisinə suyun miqdarını axtarsaq, 20-yə vurub 100-ə bölürük. Nəticədə sıfırlar gedir, qalır 24 ton. Bu 24 ton deməli ağacın tərkibində olan suyun miqdarıdır. Deyir ki, ağacı qurudandan sonra bu zaman kütləsi 100 ton olur. Qurudulmuş ağacda nəmlik neçə faizdir? Dostlar, bunu mən yenə, baxın, məhlul məsələsi kimi həll edəcəm.
Ağacın ümumi kütləsini məxrəcə yazacağıq. Bizim üçün lazım olan tərkibində olan suyun kütləsini isə surətdə yazırıq. Ümumi kütlə adından göründüyü kimi ümumi olduğu üçün 100% təşkil eləyir. Biz həmişə 100-ə ümumiyə 100% deyirdik. Tərkibində olan suya isə x% deyəcəyik. Dostlar, biz bilirik ki, ağacın ümumi kütləsi bizdə deməli 120 ton idi. Bunu qurdandan sonra 100 tona düşübsə, deməli biz 120-dən 20 tonunu çıxmışıq. Deməli 100 tona düşübsə, deməli 120-dən deməli 20 tonunu çıxmışıq. Bu zaman dostlar 24 ton tərkibində su var idi. Bunun 20 tonu suymuş ki buxarlanıb, yəni 20 ton su buxarlandırmışıq. 24 tondan 20 tonu buxarlanıbsa, bu zaman surətdə deməli 24 ton çıxılsın 20 qalacaq. Bu da bərabərdir. Ümumi kütlə 100%-dir. Tərkibində olan su isə x% təşkil edir. Baxın, bu hissəni bir də təkrar eləyirəm. Deməli, əvvəl bizdə 120 ton ağacın kütləsi idi. Biz bunun deməli 100 ton qurudandan sonra 100 ton kütlə almışıqsa, bu o demək ki 20 tonunu buxarlandırmışıq. Yəni ağacın tərkibindən 20 ton su buxarlanıb. Nəticədə ümumi kütləmiz 100-ə düşübdür. Ağacın tərkibində 24 ton su var idi. Təbii ki, suyun 20 tonu buxarlananda surətdəki su da 24 çıxılsın 20 qədər olacaq. Surətdən də 20-ni çıxmalıyam. Və ümumi kütlə 100%, tərkibində olan su isə x%-dir. Buradan dostlar, deməli 100-4 bərabərdir 100-x-a. Məxrəc eyni olduğu üçün atılır, x də bərabərdir 4%-ə. Deməli, ağacdan 20 ton su buxarlanandan sonra ağacın nəmliyi 4%-ə düşmüş olur. Bu da B variantıdır. Növbəti baxırıq dostlar 22-ci suala. 22-ci sualda deyir ki, diaqramda bir il ərzində kitab mağazasında satılmış kimya, fizika, tarix, coğrafiya və riyaziyyat kitablarının sayı verilmişdir. Satılmış kimya kitabları satılmış ümumi kitabların sayının 25%-ni təşkil edirsə, mağazada neçə riyaziyyat kitabı satılmışdı? Dostlar, deməli, diaqramda satılmış kitabların bizə saylarını veribdir. Və bizə deyir ki, kimya kitabları ümumi kitabların 25%-dir. Dostlar, kimya kitabı bizdə 200 ədəddir. Aha, 200 ədədim 25%-dirsə, bu zaman 200 kitaba gətirib yazırıq 25%. Onda ümumi kitabların sayına x% deyirik. Daha doğrusu üzürü sayını x kitab deyirik. X kitabımızsa deməli olacaq bizdə 100%. X kitabsa olacaq bizdə 100%. 200 kitabımız 25%-dirsə, bütün kitablar x olanda bu da 100% təşkil edir. Bu zaman x-i tapanda 200-ü 100-ə vurub 25-ə bölməliyəm. Bu zaman 25 ilə 100 ixtisar getsə 4 qalır. Bu da eləyəcək 800 kitab. Bu o demək ki, bütün kitabların sayı bizdə 800-dür. Bütün kitablar 800-dürsə, mən riyaziyyat kitablarının sayını tapmaq istəyirəmsə, bütün kitabların sayından digər kitabların sayları cəmini çıxmalıyam. Yəni fizikanı, tarixi, coğrafiyanı, bir də kimyanı çıxmalıyam. Bu da bərabərdir dostlar. 800-dən çıxırıq. 100-dən 50, 150, bir də 150 gələndə 300, bir də 200 gələndə 500. 500 çıxanda yerdə 300 kitab qalır. Deməli, riyaziyyat kitablarının sayı bizdə 300 kitab təşkil edir. Növbəti baxırıq 23-ə. Dostlar, 23-də deyir ki, 2 rəqəmli natural ədədin rəqəmləri cəmi 12-yə bərabərdir. Rəqəmlərin yerini dəyişəndən sonra verilən ədəd 75% artır. Əvvəlki 2 rəqəmli ədədi tapın. Gəlin yazaq. Tutaq ki, 2 rəqəmli bizim AB ədədimiz var. Deyir ki, bu ədədin rəqəmləri cəmi 12-yə bərabərdir. Yəni, A üstəgəl B bərabərdir bizdə 12-yə. Deyir ki, rəqəmlərin yerini dəyişdikdə, dəyişəndən sonra verilən ədəd 75% artır. Dostlar, əgər rəqəmlərin yerini dəyişsək, ədəd B olsa, bu zaman əvvəlki ədəddən 75% artıq olur. Yəni, əvvəlki ədədin 75% artığı. Yəni, AB ədədini vururuq 100-də, deməli, 100 üstə gəlsin 75-ə. Bu zaman sadələşmə aparsaq, dostlar, B-yanı yaza bilərik, deməli, 10B üstəgəl A şəklində bərabərdir. AB-ni də yaza bilərəm, 10A üstəgəl B vurulsun, bu da %175. Bunda dostlar, ixtisar aparsaq, 25 ixtisar gedir. 10B üstəgəlsin A bərabərdir, 10A üstəgəl B vurulsun. Deməli, 100 ilə 175, 25 ixtisar gedəcək. Məxrəcdə 4 qalır, surətdə 7 qalır. 4-ü də sol tərəfə vursaq,
4'ü 10B üstə gələ aya vurduqda 40B üstə gəlinsin. Sürü sayın biraz səlqəli yazaq bunu. 40B üstə gəlsin 4A şəklində. Sağda da 7-ni 10A üstə gəl B-yə vursaq 70A üstə gəlsin 7B alınır. Bu zaman dostlar, deməli 40B-dən 7B-ni çıxanda 33B qalacaq. 70A-dan da 4A-nı çıxanda nəticədə 66A qalır. Hər tərəfi 33-ə bölsəm, B bərabərdir 2A-ya və gətirib yuxarıda birinci tənlikdə əvəz eləsək, A üstə gəlsin, B-nin yerinə 2A yazıram, bərabərdir 12-yə. Buradan 3A-mız 12-dir, A da bərabərdir 4-ə. Dostlar, A 4-dürsə, avtomatik digərinə də 8 düşür ki, cəmi 12 eləsin. Bizə deyir ki, əvvəlki 2 rəqəmli ədədi tapın. Əvvəlki ədədim AB idi, o da 48. Yəni A variantı. Növbəti baxırıq dostlar 24-cü suala. 24-cü sualda deyir ki, 252 ədədini nə qədər artırmaq lazımdır ki, onun 39% 234 olsun. Dostlar, 252-ni nə qədər artırmaq lazımdır bilmirik. Tutaq ki, müəyyən qədər artırdıq. X qədər artırdıq. Bu zaman 252 üstəgəl X olur yeni ədəd. Deyir ki, bu ədədin 39%, yəni bu ədədi %39-a vursam, bərabərdir bizdə 234-ə. Baxın, bunu hesablamalıyıq. Bu zaman dostlar, 252 üstəgəl X-in bərabərdir. 234-ü %39-a bölməliyəm. %39-a bölmək tərsinə 39-da 100-ə vurmaq deməkdir. Bu da bərabərdir. Yəqin ki, 6 dəfə düşər. 6 9-un 54, deməli 5 yadda, 6 üçün 18, 5 yadda 23 ödəyir. Aha, 6 dəfə düşür. 6-nı da 100-ə vurduqda 600 alırıq. Deməli 252 üstəgəl X bərabərdir 600-ə. Buradan X-i tapsam 600-dən 252-ni çıxmalıyıq. Bu da bərabərdir 348-ə. Deməli ədədi 348 vaid artırmalıyıq. Bu da C variantı. Növbəti keçirik dostlar 25-ci suala. 25-ci sualda deyir ki, 350 ədədini nə qədər artırmaq lazımdır ki, onun 42% 210-a bərabər olsun. Gəlin yazaq. Dostlar, 350 ədədini nə qədər artırmaq lazımdır bilmirəm. Tutaq ki, X qədər artırdıq. Alınan ədəd oldu 350 üstəgəl X. Deyir, alınan ədədin 42%-i, yəni %42-si bərabərdir bizdə 210-a. Buradan dostlar, 350 üstəgəl X axtarsam, bərabərdir 210-u %42-yə bölməliyəm. %42-yə bölmək tərsinə 42-də 100-ə vurmaq deməkdir. Bu zaman 210-dan 42 ixtisar getsə 5 dəfə düşəcək. Bu da 500-ün 500 eləyir və 350 üstəgəl X-in bərabərdir 500-ə. X da bərabərdir 500-dən 350-ni çıxsaq qalacaq 150 qiyməti. Deməli, ədədi 150 vaid artırmalıyıq ki, bu zaman 42% 210 olsun. Bu da C variantı. Növbəti baxırıq dostlar 26-cı suala. 26-da deyir ki, sütunlu diaqram dairəvi diaqramla əvəz edilsə, B şirkətinə aid olan dairə sektoru neçə dərəcə olar? B şirkətinə aid olan. Dostlar, biz bilirik ki, baxın, A şirkəti, B şirkəti, C və D şirkəti var. Bunları toplasaq, toplam bunlar 100% təşkil eləyir. Onda bunların sayı cəmdə 100% deyək. Onda yazırıq 100%-in qarşılığı 60, 120, 160, bir də 200-ü toplayıram. 60 ilə 120-nin cəmi 180, üzərinə 160 da gələndə 340, bir də 200 də gələndə eləyəcək 540 ədəd. Deməli, 540 ədəd deməli sayımız var. Bu zaman dostlar, bizə deyir ki, B şirkətinə aid olan dairə sektoru neçə dərəcədir? B-nin sayı bilir ki, 120-dir. 120-nin burada faizini axtarıram, buna da yazıram X faiz. Birinci bunun faizini tapandan sonra dairədə dərəcəsini axtaracağım. Bu zaman X bərabərdir. 100-ü vururuq 120-yə. Bölürük 540-a. Dostlar, 540 ilə 120 ixtisar getsəm, ixtisar gedəndə təxminən 60 ixtisar gedir. 60-a böləndə məxrəcdə 9, surətdə 2 qalacaq. Və dostlar, bu da bərabərdir bizdə 9-da 100-ü 2-yə vuranda 200. Elə bu şəkildə də saxlayırıq. 9-da 200 faiz aldıq. Bu bizim faizimizdir. Dostlar, bizə deyir ki, B şirkəti deməli dairədə baxın belə bir dərəcəni əhatə edir. Bu dərəcəni əhatə edir. Bunu da alfa ilə əvəz edib. Deyir, B şirkətinə aid dairə sektoru neçə dərəcədir? Biz bilirik ki, tam dairə özü 360 dərəcədən ibarətdir və 360 dərəcə, deməli 360 dərəcə dairənin tamamını əhatə elədiyi üçün biz buna 100% gözü ilə baxırıq. Bu zaman B
B şirkəti bizdə deməli 9-da 200-dür. Bu da olacaq bizdə deməli y dərəcə. Buradan y-i tapa bilərəm. Y-i tapsam 360-ı vururam 9-da 200-ə, bölürəm deməli 100-ə. Bu zaman dostlar 200 ilə 100 ixtisar gedəndə 2 qalacaq. 360 ilə 9 ixtisar gedəndə 40 qalır. 40-ı da 2-yə vuranda nəticədə 80 dərəcə almış oluruq. Deməli, B şirkəti dairənin 80 dərəcəsini təşkil edir. Növbətə baxırıq dostlar 27-yə. Dostlar 27-yə baxsaq bu dəfə faizdən istifadə eləməyəcəm. Deyir ki, sütun diaqramı dairə diaqramı əvəz etsəydi, A müəssisəsinə aid dairə sektoru neçə dərəcə olardı? Biz bilirik ki, bunların hamısı toplamda 360 dərəcəni təşkil eləyir. Onda bunların hamısını toplayıb 360 dərəcə ilə qarşı qoyuruq. Onda 360 dərəcəyə deməli ABCD-nin sayları cəmi uyğun gələcək. 60, 120, 180 eləyir. 160 da gələndə 340, 20 də gələndə, 200 də gələndə 540 alırıq. Deməli 540 sayına 360 dərəcə uyğundur. Bizə deyir ki, A neçə dərəcə təşkil edir, bunu tapın. A-nın sayı bilirik ki 60-dır. 60-a da yazırıq x dərəcə. Buradan x-i tapsam 360-ı 60-a vurub deməli 540-a bölməliyik. Sadəcə bayaqki sualda faizə çevirməklə biraz sualı uzatmışdıq. Buradan da 540 ilə 60 ixtisar gedəndə məxrəcdə 9 qalır. 360-da 9-a böləndə alırıq 40 dərəcə. Deməli 40 dərəcəni təşkil eləyir. Cavabımız olacaq 40. Növbəti baxırıq dostlar 28-ci suala. 28-də deyir ki, ədəd 3, 5, 12 nisbətində deməli 3 hissəyə bölünmüşdür. Böyük hissə bu ədədin neçə faizini təşkil edir? Dostlar 3, 5, 12 nisbətində deyirsə, deməli ədəd 3x, 5x və 12x kimi hissələrə ayrılıbdır. Onda bu hissələri toplasaq 3x üstəgəl 5x, 8x, 12 də gələndə 20x eləyir. Yəni ədədin tamamı 20x-dan ibarətdir. Biz də bilirik ki, ədədin tamamına 100% deyə bilərik. Deyir ki, böyük hissə bu ədədin neçə faizidir? Biz bilirik ki, böyük hissə bunlardan 12x-dir. 12x-a da yazırıq, deməli A qədər faiz. Buradan A-nı tapsaq, 12x-i 100-ə vurub 20x-a bölməliyəm. Nəticədə x-lar gedir. 20 ilə də 100 ixtisar gedəndə 5 qalır. 12-ni də 5-ə vuranda nəticədə 60% alırıq. Deməli, böyük hissə ədədin 60%-ni təşkil edir. Növbəti baxıram dostlar 29-cu suala. 29-cu sualda deyir ki, ədəd 3, 5 və 12 nisbətində 3 hissəyə bölünüb, kiçik hissə verilmiş ədədin neçə faizidir? Dostlar 3, 5, 12 nisbətində bölünübsə, deməli bölündüyü hissələr 3x-dir, 5x-dir, bir də 12x-dir. Bizə deyir ki, kiçik hissə verilmiş ədədin neçə faizidir? Bu hissələri toplasaq, toplam 20x eləyir. 20x ədədin tamamıdır. Biz də ədədin tamamına həmişə 100% deyirdik. Bunlardan kiçik hissənin faizini istəyirsə, kiçik hissəmiz 3x-dir. 3x-in deməli ədəddə təşkil etdiyi faizi axtarırıq. Buna da A faiz deyirik. Buradan A-nı tapsam, 3x-i 100-ə vurub 20x-a bölürəm. Nəticədə dostlar, 20 ilə 100 ixtisar gedəndə 5 qalır. X-lar da gedir, 3, 5-in olacaq 15%. Yəni kiçik hissə ədədin 15%-ni təşkil eləyir. Növbətə baxırıq dostlar 30-cu suala. Deyir ki, ay ərzində kitab mağazasında satılan fizika, riyaziyyat, kimya və biologiya dərslərinin sayının diaqramı verilmişdir. Satılan kitabların neçə faizi riyaziyyat dərsliyidir? Dostlar, satılan kitabların sayını verib, bunları cəmləsək bizə 100% verəcək və riyaziyyat dərsliyi isə bunların içərisindən x% təşkil eləyir. Gəlin toplayaq. Deməli, fizika 60-dır. Üstə gəlinsin. Riyaziyyat 80-dir. Üstə gəlinsin. Kimya 50-dir və biologiyada 10 ədəddir. Bunları toplasaq 60, 80, 140, 50 də gələndə 190, 10 da gələndə alırıq 200 kitab. Yəni toplam kitabların sayı 200-dür. 200 bilirik ki, bütün kitabların cəmi olduğu üçün biz buna ümumi say, yəni 100% gözü ilə baxırıq. Bizə deyir ki, neçə faizi riyaziyyatdır? Riyaziyyat bilirik ki, 80 ədəddir. 80 ədəddir, bu zaman x% deyəcəyik. Buradan x-i tapsam, x bərabərdir. 80-in 100-ə hasilini bölürük, deməli 200-ə. 200 ilə 100 ixtisar getsə 2 qalır. 80 2-yə düşəcək 40%. Deməli, riyaziyyat kitabı satılan kitabların 40%-ni təşkil edir.
Növbəti baxıram dostlar 31. Oxşar sualdır. Deyir ki, ay ərzində kitab mağazasında satılan fizika, riyaziyyat, kimya və biologiya dərslərinin sayının diaqramı verilmişdi. Satılan kitabların neçə faizi kimya dərsliyidir? Dostlar, bütün kitabların sayılarını toplayacaq. Buna 100% deyəcəyik. İçərisində deməli kimyaya isə deməli x faiz deyəcəyik. Bu zaman deməli 60 fizika var. Üstə gəlinsin. 120 riyaziyyat var. Üstə gəlinsin. 90 kimya var. Və 30 da deməli biologiya dərsliyi var. Bunları toplasaq 60 120 eləyəcək 180, 90 da 270, 30 da gələndə 300 alırıq. Toplam kitabların sayı deməli 300 kitabdır. 300-ə bütün kitabların sayı olduğu üçün 100% deyirik. Yəni ümumi sayımızdır bizim. Bizə deyir ki, kimya neçə faizidir? Kimya bilir ki, 90 kitabdır. 90 kitaba da x faiz deyəcəyik. Buradan x-i tapsam 90-ı 100-ə vurub bölməliyəm 300-ə. 300-dən 100 ixtisar gedəndə 3 qalır, 90-da 3-ə düşür 30%. Yəni kimya kitabı bütün kitabların 30%-ni təşkil edir. Növbəti keçirik dostlar, 32-ci suala baxırıq. 32. Aha. 32-də deyir ki, deməli birinci ədəd ikinci ədədin 20%-ni təşkil edir. İkinci ədəd birinci ədədin neçə faizini təşkil edir? Gəlin yazaq. Dostlar, bu tip suallarda ədədin yerinə qiymət də qoya bilərsiniz və yaxud da ki, x-la, yəni ədədə x deyib axtarı da bilərik. Deməli, bizim iki ədədimiz var. Birinci ədəd, bir də ikinci ədəd var. Deyir, birinci ədəd ikinci ədədin 20%-ni təşkil edir. Dostlar, ikinci ədədə mən qiymət qoyub, məsələn, 100 deyə bilərəm. Özümüzdən qiymət qoyuruq. Tutaq ki, ikinci ədədimiz 100-dür. Bu zaman birinci bunun 20%-dirsə, 100-ün 20%-i elə 20 olacaq. Ədədi 100 ona görə seçdim ki, ədədin faizini axtaranda elə həmin qiyməti verir bizə. 20% 20-dir, 30% 30-dur. Yəni 100-də deməli, bir də hesablama aparmağa ehtiyac qalmır. Əgər ikinci ədədə 100 desəm, birinci ikincinin 20%-ni təşkil edir, yəni birinci ədədim 20 olacaq. Deyir, ikinci ədəd birinci ədədin neçə faizini təşkil edir? Dostlar, ikinci birincinin neçə faizini təşkil etdiyini axtarıqsa, bu zaman ikinci ədədin birinci ədədə nisbətini 100-ə vurmalıyıq. Bu zaman nəticədə 20 ilə 100 ixtisar gedəndə 5 qalır, 100-ü də 5-ə vuranda alırıq 500. Bu o demək ki, ikinci ədəd birinci ədədin 500%-ni təşkil edir. Cavabımız deməli 500-dür. Növbəti baxıram dostlar 33-cü suala. Deyir, birinci ədəd ikinci ədədin 25%-ni təşkil edir. İkinci ədəd birinci ədədin neçə faizini təşkil edir? Yenə eyni qaydada yaza bilərik. Birinci ədəd və ikinci ədədimiz var. Birinci ədəd ikincinin 25%-idir. Onda dostlar, yenə ikinciyə rahat ədəd 100 olduğu üçün 100 deyirik. Birinci bunun 25%-idirsə, 100-ün 25%-i elə 25-ə bərabər olacaq. Deyir ki, ikinci ədəd birinci ədədin neçə faizidir? Onda dostlar, ikinci birincinin neçə faizidirsə, ikincini birinciyə bölüb 100-ə vurmalıyam. Bu zaman 100 ilə 25 ixtisar gedir, 4 qalır. 100-ü də 4-ə vurduqda nəticədə alırıq 400%. Deməli, bu o deməkdir ki, ikinci ədəd birinci ədədin 400%-ni təşkil edir. Növbəti baxırıq dostlar 34-cü suala. 34-cü sualda deyir ki, 45 oğlan və 15 qız olan düşərgədən bərabər sayda oğlan və qız ayrıldı. Bundan sonra oğlanların sayı qızların sayından 600% çox oldu. Düşərgədən gedən şagirdlərin ümumi sayını tapın. Dostlar, deməli 45 oğlan və 15 qız var imiş. Deməli 45 oğlan və 15 qız var imiş. Eyni sayda qız və oğlan düşərgədən ayrılır. Tutaq ki, x qədər oğlan və x qədər qız düşərgədən ayrılır. Bu zaman oğlanların sayı 45 minus x olur, qızların sayı da 15 minus x olur. Deyir, bundan sonra oğlanların sayı qızların sayından 600 çoxdur. Yəni, qızlara nəzərən 600 çoxdur. Qızlara nəzərən dediyi üçün qızların sayını 100% gözü ilə baxırıq. Biz həmişə deyirik ki, nəyə nəzərən deyirsə ona 100% deyin. Oğlanlar bundan 600 çoxdursa, 100-dən 600 çox demək, yəni 700 deməkdir. 100-ün üzərinə 600 gəlirik, 700% verir. Bu zaman dostlar, çarpaz şəkildə vurub hesablaya bilərik. Deməli, 45 çıxılsın x-in 100-ə hasili bərabərdir 15 minus x-in 700-ə hasili. Buradan 100-ə ixtisar aparsaq, nəticədə dostlar qalır ki, 45 minus x bərabərdir
15 çıx x-in deməli 7-yə hasili. 15-i 7-yə vuranda 105 çıxılsın bir də 7x-in var. 7x sola keçəndə işarəsi dəyişir, müsbət olur. 45 də sağa keçəndə işarəsi dəyişir, mənfi olur. Bu zaman 6x-in bərabərdir 60-a, x də bərabərdir 10-a. Bizə deyir ki, düşərgədən gedən şagirdlərin ümumi sayı. Biz bilirik ki, 10 nəfər qız, 10 nəfər oğlan gedib. Toplam deməli 20 nəfər şagird düşərgədən gedib. Cavabımız olacaq 20. Növbətə baxıram dostlar, 35-ci suala. Oxşar sual verilib 35-də də. 35-də deyir ki, 45 oğlan və 13 qız şagirdin olduğu düşərgəyə sonradan eyni sayda oğlan və qız gəldi. Bundan sonra oğlanların sayı qızların sayından deməli 200% çox oldu. Düşərgəyə deməli sonradan gələn şagirdlərin ümumi sayını tapın. Dostlar, deməli oğlanların sayı var, bir də qızların sayı var. Oğlanların sayı 45, qızların sayı isə 13-dür. Deyir ki, 45 oğlan və 13 qız şagirdin olduğu düşərgəyə sonradan eyni sayda oğlan və qız gəldi. Tutaq ki, x sayda oğlan gəlib və x sayda da qız gəlib. Bu zaman oğlanların sayı 45 üstəgəl x olur, qızların sayı da 13 üstəgəl x olur. Bundan sonra oğlanların sayı qızların sayından 200% çox oldu. Qızların sayından deyirsə, qızlara nəzərən deyir. Nəyə nəzərən olursa, biz həmişə deyirik ki, onu 100% götürürük və oğlanlar qızlara nəzərən 200 artıqdırsa, 100-dən 200% artıq 300% deməkdir. 100-ün üzərinə 200 gəlirik, bizə 300% verir. Bu zaman çarpaz vurub hesablasam, 45 üstəgəl x-in 100-ə hasili bərabərdir 13 üstəgəl x-in də 300-ə hasili. Bu zaman 100-ə ixtisar gedəndə sağda 3 vurğu qalır. Nəticədə 45 üstəgəl x-in bərabərdir. 13 plus x-i 3-ə vurduqda 39 üstəgəlinsin 3x alırıq. 45-dən 39-u çıxıram. Bərabərdir 3x-dan da x-i çıxıram. 6 bərabərdir. Deməli 2x-a, x də bərabərdir 3-ə. Bu o deməkdir ki, 3 qız və 3 oğlan düşərgəyə gəlibdir. Bizə deyir ki, gələn ümumi şagirdlərin sayı, bu da bərabərdir 6 nəfər. Cavabımız olacaq 6. Növbətə baxırıq dostlar 36-cı suala. 36-cı sualda deyir ki, sinifdəki şagirdlərin 5-də 3 hissəsi oğlandır, qızların isə 40%-i əlaçıdır. Əlaçı olmayan qızlar bütün şagirdlərin neçə faizini təşkil eləyir? Dostlar, gəlin belə eləyək. Sinifdəki şagirdlərin 5-də 3 hissəsi oğlandır. Sinifdəki şagirdlərin ümumi sayına biz 100% desək, bunun 5-də 3 hissəsi oğlandırsa, onda 100 vurulsun 5-də 3, bu da bərabərdir. 100 ilə 5 ixtisar gedir. 23-ün bərabərdir 60%. 60% deməli oğlanların sayıdır. Bu o deməkdir ki, sinifdə 40% qız var. 100-ün 60%-i oğlandırsa, 40%-i deməli qızlardır. 40% qız var. Qızların da deyir ki, 40%-i əlaçıdır. Bu 40%-in 40%-i əlaçıdır. Bu zaman 40-ın 40%-ini tapanda 40-a vurub 100-ə bölürəm. Buradan sıfırlarımız gedir. Olur 16% deməli əlaçı olacaq qızların sayı. Əlaçı qızlar. Deyir, əlaçı olmayan qızlar bütün şagirdlərin neçə faizini təşkil eləyir? Dostlar, bütün şagirdlər 100%-dir. Əlaçı qızlar 16%-dir. Əgər əlaçı qızları çıxsaq, bu zaman əlaçı olmayan, əlaçı olmayan qızlar deyir ki, bütün şagirdlərin neçə faizidir? Gəlin əlaçı olmayan qızların faizini tapaq. Əlaçı olmayan qızların faizini tapsaq, deməli biz bayaq dedik ki, 100-ün 60%-i oğlanlardır. 60%-ini çıxdıq. İndi də əlaçı qızların sayını çıxdıqda əlaçı olmayan qızların sayı qalacaq. 100-dən 60% oğlanları çıxdıq. 100-dən 16% əlaçı deməli əlaçı olmayan qızların sayını çıxdıq və 100-dən 60, 40, 40-dan da 16 çıxanda nəticədə 24 qiyməti qalır. 24% deməli əlaçı olmayan qızlardır. Bu da olacaq bizdə 24 qiyməti. Sonra dostlar, keçirik 37-ci suala. 37-ci sualda nə deyir? Deyir ki, A və B natural ədədləri üçün AB intervalında yerləşən natural ədədlərin sayı AB parçasında yerləşən natural ədədlərin sayının 80%-nə bərabər olarsa, AB aralığında A daxildir, B daxil deyil olan natural ədədlərin sayını tapın.
Dostlar, AB intervalı deyəndə bu zaman A ilə B daxil deyil. Onda bu aralıqda, deməli bu aralıqda natural ədədlərin sayına mən x deyirəm. AB parçası deyəndə isə A ilə B-nin özü də daxil olur və A ilə B natural ədədlərdir. Deməli aralıqda x qədər natural ədəd varsa, AB deməli parçasında A ilə B də şərtə görə naturaldır. Yəni 2 dənə artıq naturalımız var. Bu zaman deməli x plus 2 natural ədəd olacaq. Deyir ki, AB parçasında yerləşən natural ədədlərin sayının 80%-nə bərabərdir. İntervaldakı natural ədədlərin sayı parçadakı natural ədədlərin sayının 80%-dir. Onda dostlar, parçada olan natural ədədlərin sayı x plus 2-dir. Bunun 80%-ni tapanda %80-ə vururuq, bərabərdir intervaldakı natural ədədlərin sayına. Bu zaman dostlar, x plus 2 bərabərdir. X-i deməli %80-ə bölmək tərsinə 80-də 100-ə vurmaq deməkdir. Bu zaman ixtisar gedir. Nəticədə x vurulsun. 20 ixtisar gedəndə 4-də 5 qalacaq. 4-də 5 qiyməti alırıq. Bu zaman x üstə gəlsin 2 bərabərdir bizdə x vurulsun 4-də 5. 4-ü sol tərəfə keçirsək, 4x üstə gəlsin 8 bərabərdir 5x alıram. Və 5x-dan 4x-in çıxanda x qalır. X bərabərdir 8-ə. Deməli dostlar, A və B arasında 8 dənə natural ədəd var. Baxın, A ilə B-nin özü daxil deyilsə, bu zaman bunların arasında 8 dənə natural ədəd var. Bu dəfə bizə deyir ki, A daxil olsun, amma B daxil olmasın. A özü natural ədəd idi. A-nı daxil götürdükdə, bu zaman bir dənə natural ədədimiz artıq olacaq. Yəni, naturalın sayı 8 üstə gəl 1 bərabərdir bizdə 9 dənə olacaq. Bu zaman deməli A daxil, B daxil olmadıqda bu aralıqda olan natural ədədlərin sayı 9-a bərabərdir. Növbəti keçirik dostlar 38-ci suala. 38-ci sualda nə deyir? Deyir ki, yeni biçilmiş otun nəmliyi 82%, quru otun nəmliyi isə 10% olarsa, 20 ton yeni biçilmiş otdan nə qədər quru ot alınar? Gəlin baxaq. Dostlar, 20 ton bizim deməli yeni biçilmiş otumuz var. Bunun da 82%-i nəmdir, yəni sudur. Mən bunun içərisində suyun miqdarını axtarmaq üçün 82-yə vurub 100-ə bölməliyəm. Bu zaman bu da bərabərdir. 0-ın bir ixtisar gedir. 82-ni 2-yə vuranda 164 alıram. Ona da böldükdə 16,4 ton eləyir. Deməli bu 20 ton, deməli təzə otun, yəni yeni biçilmiş otun tərkibində olan ümumi suyun miqdarıdır. Deyir ki, otu müəyyən qədər quruduruq. Otu qurutduqda dostlar, otdan müəyyən qədər su buxarlanır. Əgər otun kütləsi 20 ton, tərkibində olan suyun kütləsi 16,4 tondursa, biz bunu buxarlandıranda bundan x ton su buxarlanmış olur. Bu zaman indi suyun kütləsi 16,4 yox, 16,4 çıxılsın x qədər və ümumi kütlədə 20 yox, 20 çıxılsın x qədərdir. Bu zaman ümumi kütlə həmişə bizim üçün 100% sayılır. Məxrəcə 100% yazırıq. Tərkibində olan suyun kütləsi isə bizim üçün 10% sayılır. Surətə də 10% yazırıq. Bu zaman dostlar, hesablama aparsaq, gəlin birinci ixtisar aparaq. 100-dən 10 ixtisar gedəndə nəticədə 10-da 1 qalır. Çarpaz vursaq, 20 çıxılsın x bərabərdir. 16,4 çıxılsın x-i 10-a vursam, 164 çıxılsın 10x almış oluram. 10x sola keçəndə müsbət olur, minus x. 164 çıxılsın 20 sağa keçəndə mənfi oldu. Bu zaman 9x-in bərabərdir 144-ə. X də bərabərdir 144-ü 9-a böldükdə nəticədə 16 qiymət alınır. Yoxlayaq, 14 9-a 1, 54-də 6, bəli. 16 qiymət alınır. Deməli dostlar, deyir ki, 20 ton yeni biçilmiş otdan nə qədər quru ot alınar? Quru otun kütləsi, baxın, bizdəki bu məxrəcdəki kütlədir. Bu bizdə 20 minus x-dir. Yəni 20-dən çıxıram 16-nı bərabərdir 4-ə. Deməli 4 ton quru ot alınar. Baxın, quru otun kütləsidir bu da. Növbəti baxırıq dostlar 39-cu suala. 39-da deyir ki, 40% duz məhlulundan 2m kvadrat çıxılsın 14m üstə gəl 31 qram və 60% duz məhlulundan m kvadrat çıxılsın 3m üstə gəl 7 qram götürərək qarışdırdıqda alınan məhlulun duzluq faizi 50%-dən çox olarsa, m neçə fərqli tam qiymət ala bilər? Deməli dostlar, gəlin başlayaq həllinə. 40% duz məhlulundan 2m kvadrat minus 14m üstə gəl 31 qram.
və 60% duz məhlulundansa m kvadrat çıxılsın 3m üstəgəl 7 qram götürürük. Əgər 50% olsaydı, bu zaman qarşıqdakı deməli duzluq 50% olsaydı, bu zaman dostlar bunların kütlələri bərabər olardı. Məsələn, tutaq ki, dostlar, bizə deyir ki, 20 qram tutaq ki, 40%li, bir də ki, 20 qram tutaq ki, deyir ki, 60% duz məhlulunu qarışdırırıq, düzdür? Bu zaman qarışığın deməli faizini tap, biz bu zaman elə 40-la 60-ı toplayıb sadəcə 2-yə bölməliyik. Səbəb odur ki, kütlələri bərabər götürmüşük. Bu zaman alırıq 50%. Baxın, 40-la 60-ı toplayanda 100, 2-yə böləndə 50%. Əgər bunların kütlələri bərabər olsaydı, bu zaman 50% olardı. Bizə isə deyir ki, 50%-dən çox olsun. Dostlar, əgər 40% duz məhlulunun kütləsini daha böyük götürsəm, bu zaman deməli qarışıq bizdə 50%-dən az olacaq. Çünki 40 ilə 60 arasında deməli qarışığın faizi olmalıdır. Yəni faiz 40 ilə 60-ın arasında dəyişməlidir qarışığın faizi. 40-dan çox olsa bu deməli ədədi 40-a yaxınlaşdırır. 60-dan daha çox olsa bu zaman ədədi 60-a yaxınlaşdırır. Əgər 40-dan daha çox götürsək bu zaman 50%-dən az olacaq. 60%-dən daha çox götürsək bu zaman 50%-dən artıq olur. Dostlar, deməli qarışığın faizi 50%-dən çox olması üçün biz m kvadrat çıxılsın 3m üstəgəl 7 kütləsini 2m kvadrat çıxılsın 14m üstəgəl 31-dən artıq götürməliyik. Onda bu zaman bərabərliyimiz belə olacaq. Deməli, 2m kvadrat çıxılsın 14m üstəgəl 31 kiçikdir m kvadrat çıxılsın 3m üstəgəl 7-dən. Deməli, dəyişənləri sol tərəfə keçirsək, 2m kvadrat çıxılsın 14m üstəgəl 31, işarə əksinə dəyişir, minus m-in kvadratı üstəgəl 3m minus 7. Sağda heç nə qalmadığına görə 0 yazırıq. Nəticədə m kvadrat çıxılsın 11m, üstə gəlsin 24, kiçikdir 0 alırıq. Bu da hasili 24 cəmi mənfi 11, mənfi 3-lə mənfi 8 eləyəcək. Yəni m-3, m-8 alırıq. Kiçikdir 0. Dostlar, 50%-dən deməli çox dediyi üçün, yəni 50%-in özü daxil deyil. Biz bərabərsizlik ciddi götürdük. 50 və 50%-dən çox desəydi, deməli bərabərlikdə deməli bərabərlik qiyməti də istifadə eləyərdik. Bu zaman ciddi bərabərsizliyimiz var və sıfıra çevirən qiymətlərimiz bizim 3-lə 8 qiymətidir və bərabərlik olmadığı üçün 3-lə 8-in özünü ala bilməyəcək. Əgər 3-8 aralığından məsələn 4 qiyməti götürsək, 4-dən 3 çıxanda müsbət eləyir, 4-dən 8 çıxanda mənfi eləyir. Müsbəti mənfiyə vuranda mənfi alırıq, deməli digər aralıqlar olacaq müsbət. Bizdən 0-dan kiçik aralığı istəyir, yəni mənfi. Onda biz alırıq ki, m daxildir 3-lə 8 aralığına. Bizə deyir ki, m neçə fərqli tam qiymət ala bilər? 3-8 aralığından 4, 5, 6 və 7 qiymətlərini ala bilər. Bu da 4 dənə qiymət deməkdir. Cavabımız 4-dür. Növbətə baxırıq dostlar 40-cı suala. 40-cı sualda deyir ki, n 0-dan böyük olduqda uyğunluğu müəyyən eləyin. Deməli, birincisi, deyir ki, 2m-in kvadratı n bölünsün 3k-nın kvadratı ifadəsində m-i 2 dəfə artırsaq. Dostlar, m-i 2 dəfə artırmaq, diqqət edirsinizsə, ifadədə surətdə m-in kvadratı var. M-i 2 dəfə artıranda bu zaman ifadəmiz belə dəyişir. 2 vurulsun 2m-in kvadratı, vurulsun n bölünsün 3k-nın kvadratı, buradan da alırıq 3k kvadratında 2 vur m kvadrat vurulsun n, mötərizdə 2-nin kvadratını bir də əmsal kimi qarşıya əlavə edirik. Dostlar, bayaqki ədədimiz bu ədəd idi. İndiki isə həmin ədədin deməli 4-ə hasilidir. Bu zaman əvvəlki ədədimə mən x desəm, deməli x mənim üçün 100% sayılır. Aldığım ədəd isə 4x-dir. 4x olacaq bizdə tutaq ki, a faiz. Buradan a-nı tapanda 4x-i 100-ə vurub bölürük deməli x-a. Nəticədə alırıq 400%. Bu o demək ki, ədəd 400% artar. 400% artır, üzrü sayın, daha doğrusu ədəd 400% oldu. 400% olmaq, 100-ə nəzərən 400% ədədin 300% artması deməkdir. Yəni 300 artımımız var. Buna görə deməli B variantı uyğun gəlir 1-ə. İkincisi də dostlar, deməli 400-ə gəlmək ədəd baxın 4 dəfə artıbdır. Görürsünüz, əvvəldə x idi, indi alınan 4x-dir. Deməli 4 dəfə artım var. Bir də Y variantı uyğun gələcək.
İndi ikincisinə baxırıq. Dostlar, ikincidə deyir ki, 2m kvadrat n bölünsün 3k kvadrat ifadəsində k-nı 3 dəfə azaltsaq. Gəlin yazaq. 2m kvadrat n bölünsün 3k kvadrat ifadəsinə mən x deyirəm. İndi 2m kvadrat bölünsün n, məxrəcə 3 vurulsun, k-nı deyir ki 3 dəfə deməli azaltsaq. K-nı 3 dəfə azaltsaq deyirsə, k bölü 3-ün kvadratı yazıram. K-nı 3 dəfə azaltdım. Nəticədə 2m-in kvadratı bölünsün n, məxrəcdə 3 vurulsun k kvadrat, 3 dəfə azaltmaq deməli 3də 1 kvadrat da bizə 9da 1 verəcək. Bu da bərabərdir dostlar. 2m kvadrat n bölünsün 3k kvadrat, 9da 1'ə bölmək tərsinə ədədi 9'a vurmaq deməkdir. Dostlar, biz bu ədədə x demişdik. Bu x- isə alınan ədədimiz bizim olacaq 9x. 9x almışıqsa deməli ədəd 9 dəfə artar. Yəni buna da D variantı uyğun gəlir. Və növbəti baxırıq dostlar üçüncüsünə. Üçüncüsünə deyir ki, n-i 50% artırsaq. İndi bunu silək. Üçüncüyə yer yoxumuzdur. Üçüncüdə deyir ki, n-i 50% artırsaq. Dostlar, n-i 50% artırmaq, n vurulsun 100-də, deməli 100 plus 50 deməkdir. Ədədi artıranda dedik ki, 100 plus yazırıq. Bu da 100-də bizə 150. Sıfırın biri gedir. Bu da bizə 1,5 n verəcək. Əvvəlki qiymətimiz deməli 2m kvadrat n bölünsün 3k-nın kvadratı. Buna mən x desəm, indi 2m-in kvadratı bölünsün 3k-nın kvadratı vurulsun, n-in yerinə 1,5 n yazırıq. Bu da bərabərdir dostlar. 2m-in kvadratı vurulsun n bölünsün 3k kvadratı vurulsun 1,5. Biz buna x demişdik, alırıq 1,5x. 1,5x demək ədədin 1,5 dəfə artması deməkdir. Buna da C variantı uyğun gələcək. Növbəti baxıram dostlar 41-ci suala. 41-ci sualda deyir ki, deməli, diaqramda kitabxanaya gətirilən Alman, fransız və ingilis dillərindən kitabların sayı verilibdir. Gətirilən kitabların neçə faizi fransız dilindədir? Dostlar, fransız dilində olan kitabların sayını məndən istəyir. 41. Aha. İndi diqqət eləyirsinizsə, deməli fransızca 70, ingiliscə 80, almanca 50 kitab var. Toplam kitabların sayı 70, 50, bir də 80 bərabərdir. 70, 50, 120, 80 də gələndə 200 kitab eləyir. 200 kitab ümumi kitabların sayı olduğu üçün biz buna 100% deyəcəyik. Bizə deyir ki, kitabların neçə faizi fransız dilidir. Fransız dili 70'dir. Buna da x faiz deyirik. Buradan x'i tapsam 70'i 100'ə vurub 200'ə bölməliyəm. Buradan ixtisar gedir 2, 70'dir 2, düşəcək 35%. Deməli, kitabların 35%i fransız dilindədir. Növbəti baxıram dostlar 42'yə. 42'də deyir ki, diaqramda kitabxanaya gətirilən Alman, fransız və ingilis dillərində kitabların sayı verilib, gətirilən kitabların neçə faizi Alman dilindədir? Dostlar, kitabların hamısını toplayırıq. Buna 100% deyəcəyik. Bu zaman 90, 60, 150, 50 də gələndə 200 kitab. Bütün kitabların sayı 200'dür. Bu bizim üçün ümumi sayı olduğu üçün biz buna 100% deyirik. Bizdən nəyi soruşur? Alman dili. Alman dilində olan 50 kitab var. Buna da x faiz deyirik. Nəticədə x bərabərdir. 50'ni 100'ə vurub bölürəm 200'ə. Bu zaman 100 ilə 200 ixtisar getsə 2, 50 də 2 düşəcək 25%. Yəni kitabların 25%i Alman dilindədir. Növbətə baxırıq dostlar 43-cü suala. 43-cü sualda deyir ki, həcmi v bərabərdir 3də 1 pi r-in kvadratı vurulsun h düsturu ilə hesablanan konusun oturacağın radiusu 10% artırılıb, hündürlüyü 30% azaldıqda onun həcmi necə dəyişər? Dostlar, gəlin onda v eşitdirik yazaq. V eşitdirik bərabərdir 3də 1 vurulsun pi. Deyir ki, radiusunu 10% artıraq. Dostlar, radiusu 10% artırmaq deməli r vurulsun yüzdə 110 deməkdir. Yüzdə 110. 10% artırırsa düsturda radiusun kvadratı var. Və deyir ki, hündürlüyü 30% azaltmaq. Bu da olacaq h vurulsun 30% azaltmaq surətdə 100-dən 30'un çıxırıq 70% deməkdir. Bunu hesablamalıyıq. Buradan v eşitdirik bərabərdir 3də 1 pi. Deməli, yüzdə deməli 110'dan, baxın 10'a ixtisar getsə, nəticədə 10'da 11, yəni kvadratı da yüzdə 121. Bu da eləyir 1,21 alırıq. Vurulsun h, vurulsun. Bu birisi də 0,7 deməkdir. Bunu biraz da sadələşdirsək, v eşitdirik bərabərdir 3də 1 pi
Radiusun kvadratını yaddan çıxartmışam. Pi radiusun kvadratı vurulsun h və 1,21-i də 0,7-yə vurmalıyıq. 121-i 7-yə vuranda 7, 7 2-nin 14, 1 yadda, 7 1-in 7, 1 yadda 8 və 3 dənə vergül ədəddən ayrılmalıyıq. Bu da 0,100-də, deməli 1000-də 847 eləyəcək. Bizə nəyi soruşur? Deyir, onun həcmi necə dəyişər? Dostlar, əvvəl V idi. V-miz deməli, bizdə baxın, bu qiymət idi. İndi bu qiyməti V-ni vurmuşuq 0,1000-847-yə. Deməli, həcm V olanda bu bizim üçün 100% idi. İndiki həcmimiz V vurulsun 0,1000-847-dir. Buna da deyirik x faiz. Buradan x faizi tapsam, bu zaman V vurulsun 1000-847-ni 100-ə vurub V-yə bölməliyik. V-lər gedir, nəticədə qalır deməli 100-ə vurduqda 84,7. Dostlar, 84,7% almaq 100-ə nəzərən 84,7% ədədin nə qədər azalması deməkdir. 100-dən çıxıram 84,7-ni, nəticədə qalır 15,3%. Deməli, həcm 15,3% azalıbdır. Azalıb, burada yazırıq, azalıb. 100-dən kiçik qiymət alırıqsa azalıbdır, 100-dən artıq qiymət alırıqsa bu artmaq deməkdir. Növbəti baxırıq dostlar. 44-cü suala oxşar sual verilib. Deyir ki, həcmi V bərabərdir. Deməli, 3/1 pi r kvadrat h düsturu ilə hesablanan konsolun oturacağının radiusu 10% azaldılıb, hündürlüyü 20% artırılsa, onun həcmi necə dəyişər? Onda dostlar, V iştiriki hesablayıram. 3/1 pi, demək radiusu 10% azaldırıq. Yəni, r vurulsun 100-də, sürətdə 100-dən 10%-ni çıxıram, 90% qalır. Və yeni radiusumuz budur, bunun kvadratı. Hündürlük isə 20% artırırıq. H da vurulsun 100-də, 20 artırmaq 100-ün üzərinə 20 gəlib 120 yazırıq. Artım deyəndə 100 plus götürürük, azaltma deyəndə 100-dən çıxırıq. Bu zaman nəticədə alırıq ki, bu da bərabərdir 3/1 pi r-in kvadratı h vurulsun. Dostlar, 90. Bu ixtisar gedəndə 10-da 9 qalır. Kvadratı eləyəcək 81. Digəri də 120. Bu da ixtisar getsə, 10 ixtisar gedəndə 10-da 12 qalır. Bu da bərabərdir bizdə. Deməli, V iştirik bərabərdir buradan. 3/1 pi r-in kvadratı vurulsun h vurulsun. Eləyəcək 1000-də 81-i 12-yə vururuq dostlar. 81-i də 12-yə vursaq, deməli 81 onun eləyəcək 810. 81-i 2-yə də vuranda olacaq 162. Toplayanda da 2, 7 və 9. 972 qiymət alınır. Deməli, nəticədə 972, gəlin yazaq yuxarıdan. Deməli, 972. Bu da, dostlar, bu ədədimiz bizim əvvəlki V idi. Buradan da alırıq ki, V iştirik bərabərdir. V vurulsun 0,1000-972-yə. İndi dostlar, əvvəlki həcm V idi. Bizim üçün 100% idi. İndi aldığımız həcm V vurulsun 0,1000-972-dir. Bu da bizim üçün olacaq x%. Buradan x-i tapsam, x bərabərdir 0,972V vurulsun 100-ə bölünsün V-yə. V-lər gedir, nəticədə ədədi 100-ə vuranda 97,2 qiyməti alırıq. 97,2 qiyməti. Dostlar, əvvəlki faizimiz 100 idi. İndiki 97,2-dir. Bu zaman nə baş verib? Deməli, azalma baş verib. Bu zaman dostlar, deməli, 100-dən çıxırıq 97,2-ni. Nəticədə 2,8% qalır. Deməli, 2,8% azalıb. Deməli, həcm 2,8% azalar. Və nəhayət 45-ci suala baxırıq dostlar. 45-də nə deyir bizə? Deyir ki, boş hovuz A borusu ilə 6 saata, B borusu ilə isə 3 saata dolur. A borusundan 3% xlorlu su, B borusundan 6% xlorlu su axır. A və B boruları eyni anda açılaraq boş hovuzu doldurduqda, hovuzdakı suyun xlorluq faizini tapın. Dostlar, A borusu 6 saat işləyirsə, müəyyən x qədər vaxtda, deməli 6-da x qədər hissəni doldurur. B borusu da, deməli 3 saat işləyirsə, x qədər vaxt işləyəndə hovuzun 3-də x-ini doldurmuş olur. Bu zaman hovuz tam dolursa, dolanda vahidə bərabər olur. Onda burada nə qədər saat işlədiklərini tapa bilərik. Ortaq məxrəc bunlara 6-dır.
X üstə gəlinsin 6 3-ə 2 dəfə düşür. 2x bərabərdir 1-ə. Nəticədə alırıq ki, 6-da 3x-imiz bərabərdir 1-ə. Bu zaman 3x bərabərdir 6-ya, x də bərabərdir 2-yə. Buradan alırıq ki, A borusu x 2-dirsə, deməli 6-da 2, yəni hovuzun 3də 1 hissəsini doldurub. B borusu da 3-də deməli 2 hissəsini doldurmuş olur. X-ların yerinə 2 qiymətini yazırıq. Deyir ki, A borusundan 3% xlorlu su, B borusundansa 6% xlorlu su axır. A və B boruları eyni anda açılaraq boş hovuzu doldurduqda, hovuzdakı suyun xlorluq faizini istəyir. Dostlar, A hovuzun 3də 1 hissəsini doldurub. Deməli, hovuzun 3də 1 hissəsi A borusundan 3% xlorlu su axırdı. Deməli, hovuzun 3də 1 hissəsi 3% xlorlu sudan ibarətdir. Və B borusu deməli, hovuzun 3də 2 hissəsini doldurubdur və bundansa 6% xlorlu su axır. Deməli, bu da hovuzun 3də 2 hissəsi 6% xlorlu su ilə dolub. Bu zaman bunları toplasaq, deyir A və B boruları eyni anda açılaraq boş hovuzu doldurduqda, hovuzdakı suyun xlorluq faizini tapın. Bu zaman dostlar, 3də 1 3-ə vurduqda 1% alıram və 3də 2-ni 6-ya vurduqda ixtisar gedir, qalır 2, 2 2-ni də 4% eləyir və toplayanda nəticədə 5% alırıq. Deməli, hovuzda olan suyun xlorluq faizi 5%-ə bərabərdir. Cavabımız olacaq 5. Bununla da dostlar, bir videomuzun da sonuna gəldik. Sağ olun, salamat qalın.